olmalı. Bugün burada Diamond Center ve Diamond Akademi'nin açılışını qeyd etmək için sizinle toplanmak oldukça gurur vericidir ve xeyirli uğurlu olsun deyirik. Bu ideyanın müəllifini Müsalə xanımı ilk növbədə bura dəvət edirəm. Hoş gördük hər birinizi. Bu soyuq havada qəlbinizin sevgisiyle yanımızda olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Komandamızın üzvləriyle sizi tanış etmək istəyirəm. Günayra xanım, Nərmin xanım, Banu xanım, Zümrüt xanım, Murad bəy və Solmaz xanım. Bu illər əvvəl mənim olan bir arzum oldu, niyyətim idi. Təhsilli insanların, psixoloji sağlam insanların cəmiyyətdə sayını artırmaq. Biz iki istiqamətdə fəaliyyətə başlayırıq. Diamond Akademi və Diamond Center olaraq. Diamond Center'ın məqsədi yaşının neçə olmağından asılı olmayaraq, böyüdüyü ailə şərtlərinin nə olmağından asılı olmayaraq, öz şəxsi inkişafına yatırım etmək istəyən hər kəsə qapımız açıqdır. Oğlumuzun belə bir saf arzusu vardı, mən xaricdə oxumaq istəyirəm. Bugün Ayxanın sayəsində, Ayxanın timsalında xaricdə oxumaq istəyən gənclərin yolunu Diamond Akademi planlaşdırır. Diamond Center'ın məqsədi isə öz arzularına sahib çıxan, öz həyatını yenidən qurmaq istəyən hər kəsə xidmət edir. Özünün fərqindəliyini artıran hər bir ata-ana övladının təhsil yolunda isə Diamond Akademide isə vəhdət verir. Biz olan ailələrin sayını artırmaq istəyirik. Məqsədimiz, hədəfimiz budur. Bir sözlə parlamaq istəyən hər kəsin seçimi. Bu uğurun arkasında duran her bir değerli insanı, o cümleden bu mərkəzin direktoru Müsalə xanımı ürəkdən təbrik etmək istəyirəm. Xoş gördük hər birinizi. Bugün biz yeni bir mərkəzin açılışında sizinlə bir yerdə iştirak edirik. Uğurlar arzulayıram mən. Xeyirli olsun, bərəkətli olsun. Bir iş qurmaq çox çətin. İş quran insanlar bilir. Yəni indi biz gəlmişik, açılışda iştirak edirik. Amma yəqin ki, siz aylardır bu açılışa hazırlaşırsınız. Bu sahədə peşəkar mərkəzlərdən biri olsun. Bir daha uğurlar arzulayıram. Xeyirli, uğurlu, bərəkətli olsun. Çox hörmətli Müsalə xanım, minnətdaram bizi belə bir mərkəzin, belə bir təşkilatın açılış mərasiminə bizi dəvət etdiyinizə görə. Mən sizi ürəkdən təbrik edirəm. Uğurlar arzulayıram, yaxşı nailiyyət, gözəl fəaliyyət arzulayıram. Bir xanımın uğuruna bu qədər insanın yığışması məncə özü böyük bir göstəricidir.